Salam, hər vaxtınız xeyirli olsun. Bugün sizə Masazır qəsəbəsində 569 nömrəli marşruta, 6 nömrəli məktəbə tam yaxın bir ərazidə 4 otaqlı belə bir ev təqdim edəcək. Gördüyünüz kimi həyət bacalı evdir. Geniş həyəti var. Bu hissəsinə də 2 maşın rahat sığışır. 2 maşınlıq həyəti, əlavə də oturmağa yeri var. Evimiz 7 daş kürsü üzərində yerləşir. İndi sizə dəhlizi təqdim edək. Bu evimizin dəhliz hissəsidir. Burada belə bir mətbəx hissəsi yerləşir. İndi evimizin qonaq otağını sizə təqdim edək. Gördüyünüz kimi belə bir qonaq otağı var. Evimizin böyründə, arxasında yeri olduğuna görə bütün pəncərələri öz həyətinə baxır. Yəni divara dirənən, yəni qonşunun həyətinə baxan bir pəncərəsi yoxdur. Evimiz 4 otaqdan ibarətdir. 84.000 manatla satışa çıxıb. Real müştəri üçün yaxşı endirimlər də olacaq. Gördüyünüz kimi pəncərələrin qabağı tam açıqdır. Günəş şüası da evə rahatçılıqla daxil ola bilir. Bu ikinci yataq otağını sizə təqdim edək. Gördüyünüz kimi belə bir geniş yataq otağı var. Yenə də pəncərə öz həyətinə baxır. Gördüyünüz kimi pəncərələrin qabağı tam şəkildə açıqdır. İndi evimizin santer qoşağını sizə təqdim edək. Çünki o birisi 3-cü yataq otağından evin arxa hissəsinə keçid var. İndi arxada olan həyətinə keçid var. Gördüyünüz kimi bu axırıncı yataq otağıdır. 3-cü yataq otağı. Burada belə bir torpağı da var. Bunun üstünü bağlayıb yay kukunası da eləyə bilərsiniz. Yəni belənçi də saxlayıb evinizə qonaq gələndə arada bir kababdan zaddan çəkə bilərsiniz. Bir də qeyd edək ki, evimiz Masazır qəsəbəsində 569 nömrəli marşruta yaxın 6 nömrəli məktəbin yaxınlığında yerləşir. 84.000 manatla satışa çıxıb, real müştərimiz üçün yaxşı endirimlər də olacaq. Videomuzu bəyəndinizsə kanalımıza abunə olmağı unutmayın. Öncədən təşəkkürümüzü bildiririk.